nə zaman istifadə edirsiniz? Əgər boyun, bel, ayaqlarda ağrılarınız varsa, mütləq şəkildə sizə kömək olacaqdır. Əsasən də xanımlar el arasında qrıja deyilən bir göstəriş vardır. Bilirsiniz ki, fəqrə arası disk yırtığı, protruziya bu cür deyilir. Məndə var və məndə axşamlar ağrılarım qalxır. Əsasən də bu yaz payız dönəmlərində və mən alt-kestane masaj kremindən istifadə etdim. Hardasa 15 dəqiqə biraz istilik verir və istilik verdikdən sonra 15 dəqiqədən sonra ağrılarım tamamilə aradan qalxdı. Boyunda da həmçinin bu cürə problemim var. Yenə də ondan istifadə etdim. Boyun damarlarım o qədər gözəl yumşaldı, istilik gəldi. Ondan sonra çölə çıxmaq heç də düzgün olmaz. Ev şəraitində olmağınız daha məqsədə uyğundur. Mən yəni həqiqətən 3-4 dəfə istifadə edib nəticəni gördükdən sonra sizinlə paylaşmaq istədim. Daha sonra revmatizm ağrıları xanımların bəzilərində və yaxud da bəylərimizdə yağış yağan dönəmdə ayaqlarda ağrılar olur və bu cür ağrılarda çox gözəl